16-cı hədis. İmam Rıza əleyhissalam buyurur: Ulul əzm peyğəmbərlər buna görə ulul əzm adlandırılmışdılar ki, onların hər birinin ayrıca dini, şəriəti və kitabı var idi. Belə ki, Həzrəti Nuh əleyhissalamdan sonra İbrahim Xəlil peyğəmbərin dövrünə kimi gəlmiş olan hər bir peyğəmbər Həzrət Nuh əleyhissalamın şəriətinə, təriqətinə və kitabına tabi idi. Həzrəti İbrahim əleyhissalamın dövründə olmuş və ondan sonra Musa əleyhissalamın dövrünə kimi gəlmiş olan hər bir peyğəmbər Həzrəti İbrahim əleyhissalamın dininə, təriqətinə və kitabına tabi idi. Həzrəti Musa əleyhissalamın dövründə olmuş və ondan sonra İsa əleyhissalamın dövrünə kimi gəlmiş olan hər bir peyğəmbər Həzrəti Musa əleyhissalamın təriqətinə, şəriətinə və kitabına tabi idi. Həzrəti İsa əleyhissalamın dövründə olmuş və ondan sonra İslam peyğəmbəri Həzrəti Muhammed sallallahu aleyhi və alihi və səlləmin dövrünə kimi gəlmiş hər bir peyğəmbər Həzrəti İsa əleyhissalamın dininə, təriqətinə və kitabına tabi idi. Bu 5 nəfər ulul əzm peyğəmbər olub, peyğəmbərlərin və rəsulların ən fəzilətlisidir. Həzrəti Muhammed sallallahu aleyhi və alihi və səlləmin dini və şəriəti qiyamət gününə kimi qüvvədən düşmədən qalacaq və qiyamət gününə kimi ondan sonra heç bir peyğəmbər olmayacaqdır. O həzrətdən sonra hər kəs peyğəmbərlik iddiası etsə, yaxud Qur'andan sonra səmavi bir kitab gətirdiyini iddia eləsə, onun qanı, qətli, bunu eşidən hər bir şəxs üçün mübahdır. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.